Hər vaxtınız xeyir əziz izləyicilər. Respublika qəzetinin 1 may 2025-ci il buraxılışı ilə bugün birgə tanış olacaq. Sizinlə mənəm, Ləman Təhməz. Bugünkü nömrəmiz 16 səhifədən ibarətdir. İlk səhifəmizdə Prezident İlham Əliyev Qusar rayonunda bağçılıq və soyuducu ambar kompleksinin fəaliyyəti ilə tanış olub, başlıqlı məlumat dərc edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Qusar rayonunda İsmik Xanlı Məhdud Məsuliyyətli Cəmiyyətin bağçılıq və soyuducu ambar kompleksi ilə tanış olub. İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına kompleksin fəaliyyəti barədə məlumat verib. Həmçinin bu səhifəmizdə digər səhifələrdə yer alan yazılarında başlıqlar verilib. Qəzetimizin ikinci səhifəsində Prezident İlham Əliyev Qusar rayonunda bağçılıq və soyuducu ambar kompleksinin fəaliyyəti ilə tanış olub başlıqlı məlumatın davamı yer alıb. Ətraflı tanış olmaq üçün söz gedən səhifəmizə baxa bilərsiniz. Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını edib. Bu məlumat da 3-cü səhifəmizdə yer alıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Sumqayıt Kimya Sənaye Parkında olub. Kartaj Kimya MMC-nin tikinti kimyəvilərinin və Aztec Import MMC-nin Iveco markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodlarının açılışında iştirak edib. Qəzetimizin 4-cü səhifəsində isə ötən günün maraqlı məlumatları yer alıb ki, onların başlıqlarını sizə təqdim edirik. Baş prokuror Çində səfərdə olmuş nümayəndə heyətini qəbul edib. Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramovun Küveyt dövlətinə rəsmi səfəri. Küveytin vəliəhdi və Küveytin Xarici İşlər Naziri ilə görüş. Azərbaycan və Küveyt arasında əməkdaşlıq üçün birgə komissiyanın 3-cü iclasının yekunlarına dair birgə bəyannamə imzalanıb. Son olaraqsa xüsusi təyinatlı qüvvələrin yaradılmasının 26-cı il dönümü qeyd olunub. 5-ci səhifəmizdə isə 32-ci gün retrospektiv rubrikasının davamı yer alıb. Həmçinin bu səhifədə qələbə ruhumuz Qərbi Azərbaycana qayıdışa yol açacaq başlıqlı məqalədə dərc edilib. Şamaxıda konstitusiya və suverenlik ili çərçivəsində Qərbi Azərbaycana qayıdışın tarixi, hüquqi və mədəni əsasları, elmi praktik konfrans və qayıdış Qərbi Azərbaycandakı maddi mədəni irsimiz kitabının 3-cü cildinin təqdimatı keçirilib. Görkəmli oftalmoloq alim Zərifə Əliyeva 102. 6-cı səhifəmiz isə oftalmoloq Zərifə Əliyeva ilə bağlı məqalələrə həsr olunub. Akademik Zərifə Əliyevanın anadan olmasının 102 illiyinə həsr olunmuş beynəlxalq elmi praktik konfrans. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində görkəmli oftalmoloq alimin anadan olmasının 102 illiyinə həsr olunmuş beynəlxalq elmi praktik konfrans keçirilib. Ulu Öndərin dirçəltdiyi Gəncənin intibahı. Ulu Öndər Heydər Əliyevin hər dəfə Gəncəyə gəlişi şəhərin həyatında unudulmaz xoş bir hadisəyə çevrilirdi. Xüsusən 1998 və 2000-ci illər ölkə başçısı Gəncəyə gələndə şəhər təsərrüfatının bir sıra sahələrində vəziyyət günün tələblərinə cavab vermirdi. Təbii qazın, su və elektrik enerjisinin təchizatında qüsurlar çox idi. Bu sahədə işlərin canlandırılması üçün müvafiq təşkilatlara konkret tapşırıqlar verildi və şəhər əhalisi qısa bir vaxtda bu tövsiyələrin əməl nəticəsini gördü. Günün siyasi nəbzi isə 8-ci səhifəmizdə tutulub. Bu səhifəmizdə Azərbaycan-İran münasibətlərinə həsr olunmuş məqalələr yer alıb. Tarixi bağlar müasir nizamda başlıqlı məqalədə isə qeyd edilir. Tarix bizi birləşdirdi, mədəniyyət bizi yaxınlaşdırdı, gələcək isə bizi daha sıx əməkdaşlığa səsləyir. Məlumdur ki, hazırda İran və Azərbaycan bir sıra layihələrin icrası üçün birgə əməkdaşlığı genişləndirir. Bakıda keçirilən Azərbaycan-İran Biznes Forumu buna əyani misaldır. Prezident İlham Əliyevin və İranın dövlət başçısı Məsud Pezeşkiyanın çıxışlarında bu məsələlər təhlil edildi. Günün siyasi nəbzi 9-cu səhifəmizdə də tutulub. 3+3 formatı İranla münasibətləri pozitiv məcmuda inkişaf etdirə bilər başlıqlı məqalədə burada yer alıb. İrəli sürülən regional əməkdaşlıq formatları, xüsusilə də 3+3 modeli beynəlxalq münasibətlərdə konfrontasiya yönlü yanaşmaların əvəzində çoxtərəfli dialoq mədəniyyətini təşviq edən konstruktiv institusional mexanizm kimi çıxış edir. Dostluq, qardaşlıq münasibətləri qorunmalı və inkişaf etdirilməlidir başlıqlı məqalə 10-cu səhifəmizdə günün siyasi nəbzi rubrikasında verilib. 2020-ci ilin noyabrında Prezident İlham Əliyevin Xudafərinə səfəri zamanı Xudafərin körpüsünü Dostluq körpüsü adlandırması sadəcə rəmzi bir jest deyildi. Bu həm də Azərbaycanın İranla münasibətləri gələcəyə aparmaq istəyinin açıq mesajı idi. Həmin ifadə strateji anlam daşıyırdı. Azərbaycan bölgədə sabitliyin, əməkdaşlığın və mehriban qonşuluğun təşəbbüskarıdır. 11-ci səhifəmizdə Türkiyədən xəbər var. Türkiyə üç dəniz təşəbbüsündə strateji tərəfdaşdır başlıqlı məqalə bu səhifəmizdə yer alıb. Türkiyə üç dənizi birləşdirən nəqliyyat və enerji dəhlizlərində kəsişmə nöqtəsində yerləşir. Tanap və Cənubi Qafqaz dəhlizi kimi layihələrlə Avropanın enerji təhlükəsizliyində əsas aktora çevrilib. Türkiyə həmçinin həm NATO üzvü, həm də Avropa ilə strateji əlaqələrə malik ölkə kimi regional sabitliyin təmin olunmasında mühüm rol oynayır. 12-ci səhifədə Qərbi Azərbaycan 20-ci əsrin bəlası deportasiya rubrikasına aid yazılara yer verilib.
Kamil insan müdrik şəxsiyyət başlığı ilə məqalə isə burada yer alır. Azərbaycan xalqının milli mənəvi dəyər xəzinəsini ən qiymətli inci olan Mustafa bəy Topçubaşov kimi insanlardan yazmaq, onların ömür yolunu, yaşam tərzlərini, elm sahəsində apardıqları mübarizələri indiki və gələcək nəsillərə çatdırmaq çox faydalıdır. O kamil insan, müdrik şəxsiyyət kimi gənclik yaşlarında Qərbi Azərbaycanda ahıllıq mərtəbəsinə ucalmışdı. Fransız sayağı casus importu başlıqlı məqalədə 13-cü səhifədə dərc edilib. Özünü demokratiya təmsilçisi kimi təqdim edən, Makronun silahdaşı olan, bir zamanlar Fransa prezidentinin mühafizə xidmətini rəhbərlik etmiş Aleksandr Benalla bu dəfə Interpolun qırmızı radarına tuş gəlib. İndi isə qırmızı radarın arxasında nələrin dayandığına baxaq. Bu hər hansısa fake news deyil. Azərbaycan DTX tərəfindən rəsmi, hüquqi sorğu ilə irəli sürülmüş, istintaqla əsaslandırılmış, sübutlarla möhkəmləndirilmiş cinayət faktıdır. İş burasındadır ki, Fransa bu dəfə oyun qurmur, oyunun içində yaxalanır. İqtisadiyyatla bağlı yazılar da qəzetimizin 14-cü səhifəsində dərc edilib. Ölkədə yeni dövrün çağırışları kontekstində audit başlıqlı məqalədə burada yer alıb. Yeni dünya nizamı, həmçinin iqtisadiyyatın genişlənən struktur dəyişiklikləri və müasir dövr çağırışları aspektində formalaşır. Son illər ölkəmizdə dünya iqtisadiyyatının inkişaf tendensiyalarına uyğun olaraq bir sıra mühüm addımlar atılmışdır. Bu, ölkə iqtisadiyyatını diversifikasiya etmək, qlobal bazarda daha güclü mövqe tutmaq və sosial-iqtisadi inkişafı təmin etmək məqsədi daşıyır. 1 may Beynəlxalq Əmək Gününə həsr olunmuş məqalə isə 15-ci səhifəmizdə yer alıb. 1 may gününü keçmiş Sovet adamları bayram kimi yaxşı xatırlayırlar. Çünki Sovet hakimiyyəti illərində bu bayram möhtəşəm səviyyədə keçirilirdi. Respublikamızda zəhmətkeşlərin həmrəyliyi günü kimi qeyd olunan bayrama Azərbaycanın bütün şəhər və rayonlarından məktəblilər, zəhmətkeşlər qatılırdılar. Beləliklə qəzetimiz hava haqqında məlumatla da yekunlaşır. Bizim sizə bugünlük çatdıracaqlarımız da bu qədər idi. Daha çox məlumat almaq üçün qəzetimizi izləməyi unutmayın.